Hörmətli vətəndaşlarım, biz leksiya sözləb atımız. Leksiyələrimizdə anlap turğunluğuna rəhmət. Şundaqla fikir verib, inkas yazıb turğunluğuna həm rəhmət. Bəzi göz qarashlar mənim özümün şəxsi göz qaraşı üstündə oturub qoyuldu. Bunun qoşulsanlarmı ixtiyarınla, qoşulmay tənqid bəsənə təxəm ixtiyarınla. Lakin mən bu radio, televiziyam da üzəm şu meydanda münazirə qilishni yaxşı görməyəm. Çünki bu münazirəyə vaxt yox. Əndi oturuq qoyuluyatqan məsələlər yaxından biri oturuq çıxan məsələn Rəhmətlik Seyfəddin Əziz doğrusudakı 6 qismlik filminin dəl məşundaq vaxtı ekranga çıxışı, əndi o bir siyasi qərəz, siyasi məqsədli oturuq qoyulğan boludu. Mən meyli Seyfəddin Əziz olsun, meyli başqa hər qandaq rəhbərlər olsun, onlara mən aytı obyektiv şərait mühit turub baha verdiğən adam. Çünki Uyğurun obyektiv şəraiti müstəmlikə. Xitayga müstəmliki olub duruyatqan bir millət. Onun tarixdəki vəqələr və başlarını hesabqa ağa vaxtı vətəndaşım, məsələn, özünüzün ismi nimi ikən desə, Jongcheng Abdülaziz degan adam ikənsiz, rəhmət sizə. Siz şunda sual qoyubsiz, Seyfəddin palanı püstani idi. Xoş, şundaq buladigan bolsa, əfəndim, mən sizə sual qoyayım ki, sizin dadınız, yoki boğunuz, eyni vaxtda Seyfəddin Əziz rəhmətlik dövrdə birli yaşayan bolsa, Seyfəddin Əziz hayırlı qılıvatqanda, sizin dadınız bilen boğunuz nimi iş qılğan ikən əfəndim? Hey, toxta, demigən mikən, ha? İnqilab çoğandı ikən, hey, toxta, sen ma vətəni setivatsan demigən mikən, ha? Ha, əfəndim. İnqilabçılıqla birli Seyfəddinin vücuduğu cəmləb, hayırlıqla oxşaşlı birli Seyfəddinin vücuduğu cəmləb, sizin dadınız, boğunuz və bugün gündür siz və biz nemiş qılıdığan adamlar əfəndim? Tarixi şərait və mümkünlük. Mümkünlük yar bərgə vaxtı adam həmmini qılıdı. Tarixi şərait, mümkünlük yar bəmiz bunun işi təzkəb. Bugünkü Qazaqistan Büyük Dövləti Qarabağaylı Nursultan Nazarbayev'in aynı çağda Bolşeviklər Partiyasının azasıydı. Sovet Sosyalist Respublikalar Cumhuriyeti Qazaqistan sekretariyatının sekretarıydı. Nazarbayev şundaq idi, Bolşevik idi. Siz o kişiye qanda bağ verirsiniz. O kişiye yani Nazarbayev Qazaqistanda şərait və mümkünlük içidir. Müstəqillik jakarlığan birinci prezident aylan. Yoki Qazaq tarixida Qazaq xalqiga müstəqillik jakarlığan birinci kişiga aylan. Şərait və mümkünlükdən nima ekanligini bilamiz. O sizin ixtiyorunuz yoki mening ixtiyorimdagi narsa emas. İnsan baqobuldur. Ba'zi shunda ojiz bo'lib qoladigan ish bo'ladi. Qoida shundaq bo'ladi. Siz şunu oxudan küzətsiniz, Seyfəddin Əzizdən tarixi o kural kötərgən adam. İnqilab qilgan adam. Ahmetcan Qasimi büyük nopozumuz və büyük dayımız, büyük ərbabımız qatarı köreş qırğan adamlar. Görüb qoyun efendim. Dünya mana şundaq oldu. Mesela alayla Azərbaycandan Heydər Əliyev, hazırki Balısının İlham Əliyev dövlət başqurvatıdır. Heydər Əliyev mu Rusiya KGB'si 20 yıl işləgən adam. Biz bəzi məsələləri naiti üzəki yan tərəfdən çıxıb bağa verib kəpdik yaxından biri, uzundan biri, yaxından biri biz özümüzü özgərtiyatımız, gözləyatımız. Məsələn, alaylı Uyğurun rəhbərlərinə palanı tavaq, palanı tümür tavaq, palanı umaq, palanı ravaq, palanı pistan demişlər deyişib gəldi. Xoş. Tarkoçularda qəvət qilishib gəldik. Dönkövürük içində qəvət qilishib gəldik. Xoş. Biz şu vaxt neymiş qıldık? Hem işte bir adamın vücudu cemlep bir adam bunu kılıp bir iş gerek deyip qarab oturduğun, iki kolunu burnunun töşüge tıkılıp qarab oturduğun teyyavası men enen hayyarlık kılımen teyyavamısı ben seni hakaret deymen deydiğen bundak psikolojik ediyor. Roy alaylıkni bundak illetli millet özgertiş gerek. Her bir adam özgertiş gerek. Cahan benim şundak nesi. Şu şuna hazır Enadın ki siz depsiz Şinjan degen isim. Şinjan degen isim hazır Şinjan Uygur Abdunum rayonu atılavatkan isim. Amerika Qo'shma Shtatlardan her yıllık kişilik hukuk dokumentada hem şundaq isim elinidir. Hazır Xitoy yazıvatkan haberler, maqalalarni biz naql keltirimiz, satalımız. Şu vaqtida Xitoy Şinjan mandaq dedi, Şinjan andaq dedi deb alımız. Herkes bunu özgertip Şarkı Türkistan'da mandaq dedi Xitoy. Uyg'uristonda mandaq dedi Xitoy diyemeymiz. Çünkü o vaqtda biz naql olgan narsa, stati keltirgan narsa yolg'on narsa bo'lib qoldi. Shunga siz ism masalasiga kelgan diqqat qiling. Shunga men sizga tavsiya qilayki, Jongcheng Abdülaziz efendim, Jongcheng degan sadoqat degan ismni eliyotib, o'zingizning Abdülaziz degan ismiga qaytib keling.
Yani Şinjan toğrısı Şinjan degan ism to'g'risida men talay qatim so'zlagan. Hozir bugun mushayada mushunchalik so'zlab turay. Hurmatli vatandaşlarım, vaziyat ana aşağıda aşağıgacha, yani biz sizlar bilan davomli uchrashamiz.